Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Deməli, bu gün biraz gec çatdım evə. Ona görə videonu gec çəkirəm, üzrlə hesab eləyin. Əvvəla onu demək istəyirəm ki, yəqin ki, Gəncədə Elgün İbrahimovun döyülərək vəhşicəsinə öldürülməsini eşitmisiniz. Allahdan Elgünə rəhmət diləyirəm. Çox savadlı, gələcək parlaq bir uşaq idi. Allah ona bunu eləyənlərin bəlasını versin. Sabah onun imtahanı olacaqdı indi. Buraxılış imtahanından da 204 bal yığmışdım. Yəni, nə deyim? Allah ona bunu eləyənlərin bəlasını versin. Keçək suallara baxaq. İrəvan şəhərində peşəkar teatr neçənci ildə yaranıb? Bu keçən də düşmüşdü. 1882-ci ilə aiddir. Yunus Nurin böyük əmək olub bunun salınmasında. İrəvan müəllimlər səviyyəli bitirən Azərbaycan Cümhuriyyət dövründə Xalq Maarif və Dini Etiqad naziri olan Həmid bəy Xəliloğlu Şaxtan tezqi idi. Bunu bilmirdim sözünüzü. Gördüm beynəndə Şaxtaxlı Şaxtançı. Deməli deyim ki, burada çaşdırmaq istəyəcək. Bu deyini də tanıyırdım, deyini verdim, düz çıxdı. Üçüncü sual birinci mərhələdə düşən sualın eynisidir. Geostruktural qurşağın daxili hissəsində Qərbi Azərbaycan hansı ərazilər Göyçə sahilində yerləşir? A variantı. B-də Vedi Vedi Basardı, İrəvana yaxındır. Qarakilsə düşün, şeydədir, Zəngəzur mahalındadır. O birislər eyni qaydada. Bu, yəni A variantıdır. Qoşma janrı haqqında hansı fikir səhvdir? Y səhvdir. Bu əslində biraz, nə bilim, məntiqsiz şeydir. 3, 5, 7 bənddən ibarət olur. Yəni bəndlərin sayəsindən tək olur. Ona görə Y səhvdir. Qalanlarda düzdür. 5 Hara getdi bu? 6. Xronoloji ardıcılığa görə İrəvan xan olmuş xanların adları. Burada B ilə Y-si də yəqin ki, gördünüz eyni idi. Cavab ilə B olacaq. Birinci olur Mir Mehdi xan Əfşar, sonra Xəlil xan, sonra Həsənəli xan, Mehdiqulu xan və son Hüseynqulu xan. Mən də bütün xanları bilmirdim. Həsənəli ilə Hüseynqulu xan bilir. Həsənəli yox, Mir Mehdi xandan Hüseynqulu xan bilirdim. İlk və son. Həsənəli xan da 1155-də bildiyiniz kimi saray çevrilişinə hakimiyyətə gəlib. Yəni B-nin də Y-nin də əsas düzdür. Xronoloji ardıcılıq. İrəvan şəhər ermənilərə 1918-də güzəştə verildi. Çox təəssüflər olsun ki, İrəvan xanlığı 1147-də yaranıb. Çuxurşad bəyləbəli 17-ci əsrin ikinci yarısında yaranıb. Çar Rusiya tərəfindən İrəvan xanlığı da 1827-də işğal olundu. Mən oraya 28 yazmışam. 28-də Qondarma Erməni vilayəti yaranır. Uyğunsuzluq Şəki sarayı ilə İrəvan xanla nə əlaqəsi var? C variantı. İrəvan kişi gimnaziya 85-95-də Firdun bəy Köçərli tədris edib Azərbaycan fənnini. Bu 10-cu sualda səhv yazmışam. Cavab A variantı. Mustafa bəy Topçubaşov 1981-ci ildə dünyasını dəyişib. Qərbi Azərbaycan 11% meşələrlə örtülüdür. Hanlı zəlzələsi. Bunu istədim 1988 yazım. Yəni bilirdim də Ermənistanda son zamanlarda bir zəlzələ olub. Amma da nə bilim əmin olmadım. A variantı cavab. Qərbi Azərbaycan iqtisadi əsasında kənd təsərrüfü və yeyinti sahəsi təşkil edir. C variantı. İrəvan xanlığına toxunma. Bu keçəndə də oxşar bir sual düşmüşdü. Sınağımda da var idi bu sual. Göyçə, Qırxbulaq, Sərdarabad. Məsələn, Vedi səhvdir, çünki Vedi Basardı, Çərni Basardı, Dərrəçsək, Talın, yəni çox da B-də düzgündür. Şörəyə toponimi burada A-da deyirlər, amma mən də düzgün cavab deyildi. Çünki Kitabi Dədə Qorqudda olmalıdır, səhv eləməsəm. Amma bu sualda, yəni düzgün desəm əmin deyirəm. Qaçaq Nəbi də ola bilər, amma məncə Dədə Qorquddur. 15 16. Çobankəlli Aşıq Cəfər Ziyadı Şövkət dastanının yaradıcısıdır. Yəni onu mən xüsusi qeyd aparmışdım, siz də bilin. Aşıq Qəhrəmanı səhv yazmışam. Aşıq Qəhrəman 19-20-ci əsrlərdə yaşayıb. A səhvdir. İrəvanda Aşıq Mühittin adı olan müəllifi bilinməyən İrəvanda xalq qanunu aparıcı sillər saran və İrəvan yolu gəzən bəzəcən bu asan bir sual idi. Xəstə Həsən 1762-də 18-ci əsrdə doğulub. 1 19 hanı bunlar hara getdi bu? Bir dəqiqə. Onu çəkməmişəm mən. Hə, çəkmişəm. Hə. Qul Qaranı və Polladla dəyişib. Cavab B variantı. Mən 4-5 yazmışam. Çox təəssüflər olsun ki, nə vaxt doğulması yadımdan çıxmışdı. Cavab B variantı 1-5. Cabbar Əsgərzənin burada satirik şeirləri olan imzalarını soruşmalı idi. Amma yenə də düzdür sual. Yəni sual düzdür. Bəhkəmə pişiyi Mollahala Leyləni yuvadıbsa. Cavab B variantı. 21-ci sual. Hə.
Deməli, Göyçəyə aiddir çəmbərək, çəmbərək, basar keçər, kəvər, qaranlıq, Yelenovka, Vedibasara aiddir Vedi ilə Qəmərliyə, Dərləyəz, Paşağa, Keşişkən, Zəngəzurda qalanları. Qərbi Azərbaycan elimizdə dəyərli töhfələr verir akademik Budaq-Budaqov, Əhliman Əmraslanov, Mustafa Topçubaşov, Həsən Əliyev, Heydər Hüseynovdur. Qərbi Azərbaycan Şimal-Qərb rayon ixtisasları sahələr dağ mədən sənayesi, maşın qayırma və qida sənayesidir. Ya Allah, görə tapa biləcək. Hə, gümrü sözünün etimologiyası. Mən bunu səhv yazmışam, cavab deyildi. Mən dedim ki, yəni indi də Ermənistanda gümrüdür. Kimmer adı olmazdı. Ermənilər dəyişərdi o toponimi. Lakin ermənilər Kimmerləri İran tayfası hesab elədiyi üçün gümrü olaraq saxlayırlar. Cavab D variantdır. Aşkərəkdən dağlar şeirində özünü Məcnuna bənzədir, Xosrova bənzətmir. B variantı səhvdir. Video like eləyib kanala abunə olmağı unutmayın. Sağ olun.